Sizcə evlilikdə maddiyyat önəmlidir, yoxsa daha çox sevgi? Məncə sevgi, çünki maddiyyat üstündə qurulan sevgilərin çoxsu axıra kimi getmir. Ya xəyanətlə nəticələnir, ya və yaxud da ki, istifadə edilməklə də. Tutalım ki, oğlanın puluna görə qız ondan istifadə edirsə, onunla birlikdə yaşayırsa, tək onunla olmayacaq da, bu tək onunla yekunlaşmayacaq. Gedəcək, məsəl üçün, bu oğlan nəsə bir problem yaşadı, tutalım ki, maddiyyatla bağlı nəsə bir geriləməsi oldu, işdən narazılıq çıxdı, nə bilim, borcu olsun, nəsə də bir problem çıxdı. Oğlandan üst çevirmə ehtimalı daha çoxdur bu şey yaşasa da, bu situasiyanı yaşasa. Amma sevgi üstündə qorulanlar daha çox uzun ömür getdiyini düşünürəm. Çünki bir şey ki, onun təməlində sevgi qurulub da. Bu münasibətdə əgər maddi durum aşağı olsa belə, bu sevgi üstündə qurulub deyə əl-ələ verib maddiyyat da üstə qaldıra bilərlər də. Yəni, bunun nəticəsində daha uğurlu səviyyələrə gələ bilərlər. İlişkilər daha uzun çəkə bilər. Əsasda kişilər tərəfindən baxanda maddiyyat daha önəmlidir. Maddi asılılıq həm aradan qalxır, həm ailəvi münasibətlərin faizi daha çox artır. Yəni ailədə münaqişələr olmur. Yəni ona görə də evliliyin ən yaxşı tərəfi məncə maddiyyatla gəlir. Xoşbəxtlik məncə maddiyyatdan gəlir. Mənə elə gəlir hər ikisi, çünki yalnız maddiyyata da önəm vermək olmaz, amma eləcə də ancaq sevgi ilə də olmaz. Düşünürəm ki, hər ikisini balanslı şəkildə qorumaq normal bir ailənin təməlini təşkil eləyir əsasən. Yəni fikirlərim bundan ibarətdir. Sevgi ilə olacaq. Nəyə görə? Maddiyyat həmişə qazanmalıdır. Hər gün olur. Sevgi amma hər gün olmur. Əslində hər ikisi önəmlidir. Maddiyyat çünki normal cəmiyyətdə yaşamaq üçün önəmlidir. Sevgi də ki, təbii ki də o da öz yerində önəmli bir yer var. Bir insanı seçərkən ilk öncə təbii ki bir hisslərin, duyğuların olmalıdır ki, o adamı seçəsən.